Bəzən insanlar gün ərzində müxtəlif simptomlar hiss edirlər bədənlərində. Məsələn, ola bilər bu, nə bilim, mədə bağırsaqda narahatçılıq, baş gicəllənmə, gözün qabağının qaralması, sonra əllərin, ayağın uyuşması, əsmə, titrəmə ya da hər bir nə isə gəzir bədənində, paresteziyalar fərqli-fərqli, ürək döyünmənin artması və yaxud yavaşlaması. Deməli, sadəcə lazım olan odur ki, katastrofik senaryolar ki, qurursunuz da beyninizdə daimi, onları kontrol altına almaq lazımdır. Onları düşüncələrinizi idarə etmək və orada dəyişikliklər etmək. Yəni, vacib deyil, sırf pozitiv siz nələrsə düşünməyə başlayasınız. Sadəcə katastrofik senaryoları azaltmaq lazımdır burada. Katastrofik senaryoların yerinə biraz real senaryolar, normal, sonluğu normal bitən. Yəni ki, senaryo qurursunuz ki, ay Allah, mənim indi ürəyim belə başladı çarpmağa, birdən də mən yıxılaram, bayılaram, evdə də heç kim yoxdur, sonra nə olacaq, heç kim bilməz, nə bilim, ölərəm, qalaram. Yəni, bu cür, gün boyu cürəbəcür senaryolar yazan insan nə baş verir? Orada sənin psixika gərgin, sinir sistemi gərgin, bədən gərgin. Bu simptomları bu düşüncələr yaradır. Bu katastrofik senaryolarınız yaradır. Başa düşürsünüzmü necə? Təşvişli zehin. Təşvişli zehin nə yarada bilər? Müxtəlif bədəndə simptomlar yarada bilər. Sadəcə onları dəyişdirmək. Yəni, düşüncələrinizi kontrolunuz altına almaq lazımdır. Bir sözlə, özünüzə bütün günü danışdığınız qorxulu senaryolar bu sizdə simptomları yaradır. Simptomlarda da fikriniz qaldıqca qorxunuz daha da artır, daha da. Simptomlar da təbii olaraq onlarda güclənir. Vəssalam. Ya baba belə bunun içində fırlanırsınız. Demək ki, nə lazımdır burada? Hardan gəlir? Hər şey harda başlayır? Düşüncələrinizdə. Vəssalam.